Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Necəsiz? Ümid edirəm yaxşısınız əlbəttə ki. Bu gün sizdə deməli informatika 2-ci sinifdən dərs 9-un izahını görmək istəyirsiniz. Və mən bunu sizlərə çox qəşəng, çox aydın formada izah edəcəm. Uşaqlar, öncədən deyim ki, bizim kanalda yarışlar, bilik yarışmaları, əyləncəli oyunlar, dərs izahları, test izahları, quizlər, maraqlı məlumatlar, dil öyrənmələr və s. və s. hamısından videolar var və keçirilir də. Siz bundan bir şey öyrənib yararlanmaq istəyirsinizsə, öncədən kanalımıza abunə olun və bildirişləri açın ki, və eyni zamanda bu videoyu bəyənin ki, daha çox bu tip videolar paylaşaq və siz də daha çox yararlanasınız. İnformasiyanın saxlanılması. Gəlin görək informasiyanın saxlanılması nə deməkdir? Qədim zamanlarda insanlar informasiyanı daşlara, gillərə, lövhələrə və s. qurudulmuş heyvan dərisi və s. üzərinə yazırdı. Və bu, biz bəs tarixi necə öyrənirik? Biz nə bilək ki, 300 il bundan qabaq bu hadisə olub. Məhz bunun kimi informasiyanın saxlanılması, informasiya bir sıra daş lövhələr, gillər, eyni zamanda ağacların üzərinə yazılmışlar, qayaların, heyvan dərilərinin üzərinə yazılmış yazılar nəticəsində öyrənirik. Bunun üçün nədən, şəkillərdən və simvollardan istifadə edirik? Məsələn, birincidə qədim insan qayanın üzərinə foto çəkir. Bu bizdə Qobustan qayalarının üzərindəki şəkilə bənzəyir. İkinci gil lövhə qədim Roma dövlətindən qalan latınca bir qrafik yazıdır. Perqamentdə qurudulmuş heyvan dərisi üzərindən yazılmış yazıdır görürük. Hər bir informasiya müxtəlif yerlərdə saxlanıla bilər. İnformasiyanın özündə informasiya saxlayan əşyalara informasiya daşıyıcıları deyilir. Təbii ki, indiki dövrümüzdə informasiya daşıyıcıları daha çoxdur. Düzdür, kitablar informasiya daşıyıcısı olur, dəftərlər. Məsələn, adi bir butulkanın üzərinə, məsələn, su butulkasının üzərinə yazılan bir tərkib 3-4 dildə informasiya bizə çatdırır ki, biz də oradan bir şeylər öyrənmiş oluruq. Burada hər dövrdə informasiya daşıyıcısı böyükdür, amma bir var əsas informasiya daşıyıcısı, bir də var gündəlik istifadə etdiyimiz. Yəni mən butulkadan bir videoya baxa bilmərəm da, düzdürmü? Bunun üçün bizə nələr lazım olur? Aşağıdakı elektron informasiya daşıyıcıları: sərt disk, flash disk və optik disk. Bu üçünün hər biri lazım olur. O optik diski hər halda bilirsiniz. Bir zamanlar DVD-yə musiqi üçün qoşduğumuz, videolara baxdığımız disklər hesab edilir. Sonra, gəlin tapşırıqlara baxaq. Təhsildə qazandığınız uğurlar harada qeyd olunub saxlanılır? Təhsildə mənim, məsələn, şəxsi kabinetim var. Bəli, orada təhsildə qazandığım uğurlar orada qeyd olunur. Universitetdə də daxil olmağım, olimpiyadada qalib olmağım, hər hansısa bir verilişə çıxmağım və yaxud da yəni təhsillə bağlı və yaxud hər hansısa bir sertifikat qazanmağım və s. və s. Bunların hər biri, yəni təbii ki, söhbət məndən getmir, ümumiyyətlə gedir söhbət. Hər biri orada qeyd olunur. Çünki bu, təhsildə qazandığınız uğurlardır və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş hər kəsin bir şəxsi kabineti var. İrəlidə sizin də olacaq. Məhz orada saxlanılır. Üzərində izlər olan qarı informasiya daşıyıcısı hesab etmək olarmı? Üzlərində, yəni izlər qalan. Bunu informasiya daşıyıcısı hesab etmək olar. Bəli. Nəyə görə? Əgər biz həmin izləri başa düşürüksə ki, bu ayı izidir, bu insan ayağının izidir, bu tülkü izidir və s. İndi tülkünün nadirən izi olur. Çünki hər getdikcə quyruğunla o izləri təmizləyir. Yəni, burada başa düşə bilər. Yox, amma sadəcə qarın üzərində bir iz var, onu heç biz izə də bənzətmirik, onda bu informasiya olmur. Amma bilərik ki, bu, məsələn, qartalın izidir, məsələn, caynağının izidir, qazın izidir, quşun izidir, şirin izidir, məsələn, ayının izidir və s. Hə, bu artıq informasiya daşıyıcısı olur, çünki bizə artıq buradan informasiya çatmış olur uşaqlar. Belə. Növbəti sual. Hansı informasiya daşıyıcısı daha etibarlıdır? Yazı lövhəsi yoxsa məktəbli kitabçası? Hansı informasiya daşıyıcısı da əlbəttə ki, bu daha çox kitab olacaq uşaqlar. Çünki kitabı istədiyimiz yerə apara bilərik. Məsələn, sən özün haqqında vacib araşdırma aparmışsan və sabah nəticəsini ümumi analiz edib paylaşacaqsan. Amma sən indi sabah başqa bir ölkəyə gedirsən.
İndi sən yazı taxtasını mı əlindən aparsan yaxşı olar, yoxsa kitabı mı? Kitab daha balacadır və daha asan öyrənilir. Amma yazı taxtası, yazı lövhəsi daha çətinlik törədər. Düzdürmü? Sonuncu sualımız. Hər bir vəziyyət üçün suallara cavab verin. Gəlin görək hər bir vəziyyət deyəndə nə nəzərdə tutulur. İnformasiya hansı formada saxlanıldı? Ata vərəqdə məktub yazıb dostuna göndərdi. Orxan qum üzərində qayıq şəkli çəkib anasına göstərdi. Rəssam çəkdiyi şəklə imzasını qoyub Aysə ilə bağışladı. İnformasiya daşıyıcısı və informasiyanın saxlanılması. Gəlin baxaq. Ata vərəqdə məktub yazıb dostuna göndərdi. Burada ilk öncə informasiyanın saxlanılmasına baxırıq. İnformasiya necə saxlanıldı burada? Məktubda, yəni yazılı formada saxlanıldı. Bəs informasiyanın daşıyıcısı nədir? Məktub. B-yə baxırıq. Orxan qum üzərində qayıq şəkli çəkib anasına göstərdi. Burada informasiya hansı formada saxlanıldı? Yazılı şəkildə, yəni şəkli çəkilərək saxlanıldı. Bəs informasiya daşıyıcısı nədir? Qumdur. Sonuncu, rəssam çəkdiyi şəklə imzasını qoyub Aysə ilə bağışladı. Burada informasiya hansı formada saxlanıldı? Yəni imza formasında, yazılı formada saxlanıldı. İnformasiya daşıyıcısı nədir? Yəni informasiya daşıyıcısı burada şəkildir da uşaqlar. Yəni şəkil. Rəssamın çəkdiyi şəkildir. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sonda dediyim kimi kanala abunə olmağınızı və dəstək olmağı unutmayın. Özünüzdən müğayət olun. Hələlik.